Salam dostlar, yeni videomuzla karşınızdayım ve bu yeni videomuza yayınlayırıq. Benim öz yaratdığım Minecraft'ımın oynayırıq. Amma ki bu dəfəki dəyişikdir. Bu dəfəsində Creative modunda oynayırıq. Və mənim bu yaratdığım Minecraft'ı həqiqətən özüm yaratmışam deyə bilirsiniz bunun arxasında da əmək var. Nəysə, indi inventörümüzü açaq. İnventörümüzü hansı seçim götürsək yaxşı olar? Bu ahşap taxtanı götürdük, ahşap. Ondan sonra da görək. Burada elmas da var. Elmasımızı götürək. Ondan sonra başqa görək əşya var da. Bu taxta da yaxşıdır. Ondan sonra bir gələndə bu odun da yaxşıdır. Və oyunda da gerçəkçi əşya var. Göstərin. Baxın. Minecraft heç bir yataq görürsünüz. Gerçəkçi yataqçındandır. Neyse, evimizi düzəltməyə başlayacaq kreativdə. Bunu buradan elədik. Bunları buradan düzəltdik. Bunu da buradan düzəltdik. Aha, yavaş şey eləyik belə. Aha, düzəltdik. Aha, düzəltdik. 3 bu. Tahtalarımızı beləcə qoyuruq. Anında beləcədən düzəldik. Axırda da görəcək, şəhərizə düzəltməyi göstərəcəm sizə. İndi mən bunun eynisinin başqa dünyam var, o da düzəltmişdim, onu göstərəcəm sizə axırda. İndi sadəcə bu tanıtım kimidir də, tanıtımdır. Yerə düşdüm, of. Yok, bana durun öyle. Ama bu yaratdığımda bir şey eləməmişəm, uçmağı. Uçmaq yoxdur. Uçmaq belədir, baxın. Yetkisi yoxdur bezine. Ama heç olmaz da, bezine yeyirik onsuz. Tahtalarımızı bezə qoyduq. İndi bunu da bezine qoyaq. Evin başını qırdıq. İndi görərsiniz nə edir. Minecraft'ın orijinalındakı bir dənə ev var. Onun evdən heç kopya çəkən kimi oldu. Köydəki var idi ev. Bir də elmasın görünüşü belədir. Onu da göstərdim dedim. Ben deyin odunlarımızı belə qoyaq. Odunlar, aha bu yaxşıdır. Ağlanışı odun daha yaxşıdır. Odunu qoysa daha gözəl görünüş verir də. İndi biz bu qapılardan baxaq görək. Qapı. Amma ki, həqiqətən deyirəm, bu adama həvəs verir amma. Yeşil cinəmə axıca onu yoxdur. Burada bakın əşya var, Minecraft'da olmayan əşyalar da var. Məsələn, hidrogen zat əşyalar da düzəltmişəm. Cüzlü qapılar da var. Bu cüzlü qapılar da yaxşıdır var. Minecraft'da yəni yoxdur bunlar. Aha da bunu bura qoyduq. Bu cüzlü qapını da qoyduq bura. İndi yeni yazıq deyirsinizsə, səsinizi eşitdim. Pəncərələri qoymalıyıq, %100 şərtdir. Hadi pəncərəmizi götürdük. Pəncərəmizi qoyuruq. İndi bu evin de ışığı yoxdur axı. Işığını tutmaq üçün də işıq. Neyse, bu yaxşıdır. Əmdə qalxmışıq. Əmdə o yüzünü görmürəm. Yuxarıda deşik qalır. Yox, yedim demişdim sizə. Pürəşən götürək, pürəşən. Pürəşən bizə lazımdır. Görərsiniz yeni zamanla. Da, of. Pürəşən. Tapamadıq bir türlü. Hadi getdi. Bu elması bura qoyduq, bunu götürdük. Ahanda qoyduq birəcənə. İndi baxın. Yuxarıda bir teras kat kimidir. Buradan da bir aşağı düşəndə. Vatsana düşdük. Ahanda birinci evimizi tamamladıq birəcənə.
Və burada da başqa şeylər də var. Göstərəcəm onların hamısını. Və bax sağda o bir işarət var. Basanda belə yaxınlaşdırmaq işarəti. Ona basanda uzaqdakı şeyləri yaxında görə bilirəm. Onu biz xəritəni açaq da. Yox, xəritə belə olmadı. Xəritənin hər boyda var da. Hər boyunda olanı. Bu yaxşıdır. Dostlar, bu da oynayırıq. Və bunu sən haradan yarattın deyə soruşanların səsini eşidirəm. Bunu yaratmaq asandır da. Elə çox da kod lazım olmur. Minetestdən yaradırıq. Və bunu Minetestdən yarasa yarada bilirik. Aha, da bu da evimizi düzəldik yavaş yavaş. Aha. Bu da pilləkən yerine qoymaq olur, amma yerdən lazım deyil. Oyunun hiyəsinə baxın. Aha. Oyunu beləcə yemək olur. Oyuna baxın da bu da. Buradan qatar yolda düzəltmək. Qatar yolunu düzəldək indi. Aha, da beləcə də olur. Aha, da beləcə də ev düzəltmək olur. Beləcə qatar yolunu düzəldirik. Yavaşça beləcə yemək olur. Aha, da. İndi biz bu qatar yolunu necədir? Görərsiniz axırda. Aha, da gəldi. Birləşdirək. İndi biz də buradan vaqon götürək. Vaqonu. Və axırda mənə deyildim Minetest. Və Minetestdən oyun yaratmaq olur. Minetestdən daha əlverişli üsuldur. Minetestdən yaratmağı tövsiyə edirəm. Minetest daha rahatçılıqla yarada bilirsiniz Minecraftınızı. Amma elələri var ki, bu Minetestdən istifadə edərək Play Store yükləyirlər. Amma bu yaxşı deyil də. Reklam üçün, pul qazanmaq üçün yiyənlər var. Qıramadım. Qatar yolunu qırmadım. Bunu düzəldir. Hangi qırdım? Bunu beləcə əl vuruq vaqona, eləcə işlədir. Səsinə baxın. Azma səsi gəlir, yəqinsə yaxşı gəlmir səsi. Səsi bunun azdır. Nəysə, beləcə uzatdıq. İndi yenərik. Baxa. Uzaqlıq seçimi. Uzaqlığı da belə ayarlamaq olur. Buradan da ikinci evi düzəldək. Aha, da ikinci evi düzəldik. Bunları da beləcə vəziyyətə düzəldik. Aha. Bu odunu da düzəldik. İndi ikinci odunu düzəldik da. Xəritəni qoy biraz yaxınlaşdırın da. Ana daha da yaxınlaşdıq xəritə. Daha gördünüz də hər şeyi. Beləcə. Qatar yolu da oradan görsənir. Aha. Aha, da beləcə düzəldik. Aha, da. Yavaşca düzəldik. Və daha sonra videoma yorum yazmağı, abunə olmayı etməyi unutmayın. Bəlkə də başqa türlü video ata bilərəm, daha maraqlı, daha yaxşı video ata bilərəm gələcəkdə. Anda yer də düzəldək buradan. Bu odunlar da yaxşı rəngli olur. O serimizi devam etdirmək istəyirsiniz, yorumlara yazın, serimizi devam etdirək. O düzəldirik, ormanlıqda.
Anında götür eşyanı. Qapı yaxşı deyir. Anında bunun içərisinə də bir dənə yatağı qoyduq. Ondan sonra işığı götürdük, işığı qoyaq. Götürdük, işığımızı da qoyduq bura. Bir de burada bir şey var. Bir alttan setten yazım olur. Ben ağzımı yani yazdım. Ya da böylece yazabilirim. Bu yazını yazdım attım. Gördüğünüz kimi yazıldı. Deyir ki hər gecə olmalıdır. Gecə olsun birazcık təmiz. Gecədir də indi. Neyse. Daha sağ oldu. Böylece düzeltmek de olur. Ve daha sonra bu videomuzun da sonuna gələk. Başka videolarda atacaq. Bu videodan sonra Roblox videosu gələcək. Onu deyim sizə. Roblox videoları daha çox atılacaq. Bu videomuz bu kadar. Gələn videomuzda görüşərik. Sağ olun, sağlıqla qalın.